Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola düşüb. Bu mərhələdə yaşayış məntəqəsinə 174 nəfərdən ibarət 53 ailə köçürülüb. Ailələr Tərtər rayonundan yola salınıblar. Daha ətraflı məlumatı əməkdaşımız Elnur Tofiqdən eşidək. 53 ailə, 174 nəfər artıq məcburi köçkün həyatından qurtulmuş oldu və əbədi olaraq öz doğma yurduna qayıdır. Böyük qayıdış proqramına uyğun olaraq Suqovuşan qəsəbəsində də qəsəbə sakinləri üçün yeni yaşayış kompleksi inşa olunub və bildirmək istəyirəm ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra artıq torpaqlarımızda həm mina təmizləmə əməliyyatları həyata keçirilir, həm də keçmiş məcburi köçkünlərin əzəli torpaqlarına qayıtması üçün böyük mega layihələr də həyata keçirilir. Yeni yaşayış məntəqələri, kəndlər, şəhərlər inşa olunur və bugünə qədər Qarabağda və Şərqi Zəngəzura köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, həmçinin bu bölgədə aparılan layihələrin icrasında çalışan ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən artıq insan çalışır. Əlbəttə, bu rəqəmlər tez-tez dəyişir və daha bir köç kərvanı doğma yurda qovuşur.